Salam, hər vaxtınız xeyir olsun. Bugün meyvəsiyle, kremiyle bir yerde bişen çok tatlı pirog resepti bölüşürəm. 4 adet yumurtanın üzerine 1 stəkan şeker tozu əlavə edib ağarana kadar karıştırıram. Yumurta ile şeker tozu hazır olduktan sonra üzerine 100 ml bitki yağı 1 stəkan qatıq əlavə edirəm. Üç stəkan un, qabartma tozu, vanilin də əlavə edib bütün ərzaqlar həll olana qədər qarışdırıram. Xəmiri hazırlayıb kənara qoyuram, keçirəm. Kremini hazırlamağa 500 qram kəsmiyin üzərinə 3 xörək qaşığı şeker tozu, 1 paket vanilin, 2 adet yumurta əlavə edib öncə qarışdırıb, sonra blenderdan püre halına gətirirəm. Krem de hazır olduktan sonra 3 adet qabığını təmizlədiyim almanı dilimlərə ayırıb kub şəklində doğrayıram. Alma şirin olduğu için kesmeye şeker tozunu az əlavə ettim. İsteğe göre artırmaq olar. Almanı da doğradıktan sonra pişireceğim qabın her tərəfini bitki yağı ilə yağlayıram. Önce xəmirə əlavə edirəm. Xəmirin üzerine ise kub doğradığım almanı əlavə edirəm. Almanın üzerinden de kəsmikli kremi əlavə edib önceden isitdiyim 180 derecelik sobada 40-50 dəqiqə bişirirəm. Çok güzel pişti artık. Pişip soyduktan sonra dilimlere ayırıram. Kremiyle bir yerde meyveli, çok tatlı şirniyat alınır. Çok lezzetli bir pirogdur. Hazırlayıp yoxlayın sizdə. Hazırlayacaq olanlara önceden nuş olsun. Videonu izleyip rəy yazan herkese çok teşekkür ederim. Yeni videolarda görüşene dek sağ olun.